Bir qrup valideyn yenidən bir müddət öncə təmirə bağlandığı iddia olunan Azərbaycan Milli Konservatoriyasının önündə toplaşıb. Today Press TV xəbər verir ki, onlar Elm və Təhsil Nazirliyindən gimnaziyanın təmirinin sürətlə bitməsini tələb ediblər. Valideynlərin sözlərinə görə gimnaziyanın şagirdlərinin köçürüldüyü 189 və 190 saylı məktəblərin yerləşdiyi ərazi uşaqların sərbəst və təhlükəsiz şəkildə məktəbə çatmasına mane olur. Məktəbin yerləşdiyi ərazinin əlverişsiz olması onların övladlarının həyatını təhlükəyə atır. Digər tərəfdən gimnaziyada tədris olunan rəqs, rəsm kimi dərslərin bir müddətdir ki, onlayn tədris olunması onları narahat edir. Eyni zamanda təmirin 1 ilə bitəcəyinə söz verilsə də, verilən sözə hələ də əməl olunmayıb. Mən Yasamalda yaşaya-yaşaya hər gün Baksovetdən gedib övladımı götürürəm. Orada da heç də yaxşı yerbəyer eləməyiblər. 2-ci sinifin uşağını 4-cü mərtəbəyə qaldırıblar. Çox əziyyət çəkir. Sumkaları ağır. Sonra bunun musiqisi ilə bağlı musiqiyə yönəldiblər konservatoriyaya. Konservatoriyada mən gedib uşaqları görürəm. Onlar koridorda musiqi keçirlər. Övladım 6-cı sinifdə oxuyur. Amma artıq 2 ildir ki, burada oxumur deyərdim. Artıq 2 ildir ki, biz 189 nömrəli məktəbin qonağıyıq. Biz bu son həddir. Biz istəyirik ki, bizim məktəbimizi bizə geri versinlər. Bütün qurumlardan rica edirəm. Kim məsuliyyət daşıyır bu işə, kim məsuliyyət daşıyır bu təmirə, bizim tezliklə balalarımız köçsünlər, gəlsinlər öz məktəblərinə. Çünki Azərbaycanda yeganə incəsənət gimnaziyasıdır bu. İkincisi yoxdur. Və biz də nəyə əsaslanaraqsa bu məktəbə uşaqlarımızı qoymuşuq. Demək olar ki, mənim qızım rəsmdədir. Onlayn rəsm keçir. Onlayn rəsm olarmı? Onlayn pianino olarmı? Onlayn digər ixtisaslar olarmı? Olmaz. Ona görə də bizim uşaqlarımızı zəhmət olmasa qırmasınlar da. Artıq uşaqlar qırılıb, uşaqlar məktəbə getmək istəmir. Şəxsən mənim qızım deyir ki, mama mən istəmirəm, mən öz məktəbimizi istəyirəm və mən uşağımı çox gözəl də başa düşürəm. Biz hər yerə müraciət eləmişik. Hətta bizim məktublarımız da var. Məktublarımıza cavab gəlməyib. Bir neçə kanallar sağ olsun dəstək oldu, çəkdilər və bizə söz verdilər ki, yanvar ayında biz köçürük. Və yanvar ayına artıq 2-3 həftə qalıb. Siz məktəbin bir halını çəkin, baxın. Məktəbin girişi buradadır, baxın, bağlanıb. Bəlkə də bağlanandan açılmayıb. Belə də olmaz axı. Yaxşında təmir edirlər, neynirlər? Bir uyğun məktəbə qoysunlar da, Bülbül adlı məktəbə qoysunlar. Burada yaxında məktəb var. Bizə bildirildi ki, gələn sentyabra hazır olacaq, amma hal-hazırda görürük ki, təmir işləri getmir və yubatdıqca yubadırlar. Uşaq dərsdən elə çıxır ki, saat 9-un yarısı gəlib uşaq evə çatır. 9-un yarısından sonra yemək yeyib ancaq yatmağa, gücünü yolda itirir. Çəkiliş zamanı ərazidə olan sahə rəisi Vüqar Həsənov da məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda gimnaziyada təmir işləri qaydası üzrə davam etdirilir. Gücləndirmə işi gedir. Sizin xoşunuza gələr ki, 2 ildən sonra 3-4 bal cəldirədə bu məktəb uçsun tökülür. Yəni siz cavab deyirsiniz ki, bizə sentyabrda təhvil veriləcək. Mən söz vermirəm. Bizə verilən tapşırıq odur. Biz də onu icra edirik. Təmir siz baxırsınız. Yəqin ki, siz bilərsiniz. Bu il 26-cı ildə demək istifadəyə veriləcək gimnaziya. Amma 2 il ərzində hansı işlər görülür? 2 il ərzində iş gedir. Bax, avqust ayından bu da iş başlayıb. Avqust ayından sonra bütün bünövrə möhkəmləndirilib. Lift hazır, axırıncı mərtəbədə bütün örtüklər Avqust ayından sonra. Bu ilin avqustundan qalır. Bəs 2024-cü ildə Bunu mən bilmirəm. O 2024-cü ildən dayana bilər. Bunun layihələndirilməsi var, müayinəsi var. Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir bərpa işləri davam edir. Lakin layihələndirmədə aparılan təkmilləşdirmə işləri ilə əlaqədar prosesdə qısa müddətli ləngimə baş verib. Buna baxmayaraq növbəti tədris ilinə qədər təmir bərpa işlərinin yekunlaşdırılması və gimnaziyanın istifadəyə verilməsi nəzərdə tutulur. Məlumat üçün onu da qeyd edək ki, İncəsənət Gimnaziyasının təmiri üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsi İdeal Tikinti Müəssisəsi Qapalı Səhmdar Cəmiyyətinə Respublika İncəsənət Gimnaziyasının əsaslı təmir işlərinin satın almasına 5 milyon 852 min 136 manat maddi vəsait ayrılıb. Vüsalə Neciyeva, Today Press TV.